Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, ötən gün evə getmişdik və oradan bir neçə kadr çəkmişəm, onları yükləyəcəyəm. Ondan sonra qərar verdim ki, bu barədə sizə biraz qoy danışım. Yorumlarınızdan da gördüyüm kimi ev tikmək istəyənlər var və yaxud düşənlər var, təmir prosesində olanlar var. Ona görə belə fikir alış-verişi kimi bəzi məsləhətlər bir-birimizə verib ala bilərik deyə düşünürəm. Mənim də sizə verəcəyim məsləhətlər var, sizdən alacağım məsləhətlər də təbii ki var. Çünki yəni hər şeyi bilmirəm. O təsəvvür izləyicimin biri yazır ki, birinci evi qonşu atiç, sonra dostu atiç, sonra öz atiç. Nəsə elə bir şey idi, dəqiq bilmədim də. Məsələ idi. Şimdi biz dostumuza ev tikmişik ama komşumuza tikmemişik. Ona göre yine məsləhətə ehtiyacımız olur bu söhbətlərdə. Gəlin o kadrlara yükləyim mən, ondan sonra dalına davam edək. Bizim ikinci mərtəbə Flənkəndən yerin uyumu bu şəkildə. Qəşəng oldu. Uyumuş bir-birini. Doğru biləcəyik. Ötən səfər demişdim sizə, göstərmədim. Qoy göstərim. Qeyd eləmişik sizinlə də olmasın. Çox şəkilsiniz. Burada Ayediçka xanımın otağıqda təmizləyirlər. Əməli başlı. Yəni qəşəng görsənir uca ev başı. Bu arada divarların rəngi sizə görün. Yəni bilinmir maalesef. Hər rəngi görsənir, olduğu rəngi görsənmir. Pis olur özür. Qəşəng oldu. Ustalar gəldi bu gün. Mebel ustaları olaraq göstərməyə gəlmişik. Nə halda olasıdır. Heç yer işləmir. Uşaqlar qoymağa yeri yoxdur. Ona görə belə gümbür cəmaat yığılışıb gəlmişik maalesef. Təəssüf yəni telefon, bir dənə planşet. Bir dənə evdə televizoru götürməyim qalxdaydıdan ötürü. Dayanmır. Dayanmır. Düş. Yoruldaydı. Haydi eşilmək istəyir buralar. Buraxmırıq. Deməli, biz bütün evin hər yerini kraska eləmişik. Çünki aboy istəmədik. Nəyə görə? Uşaqlarımız körpədir. Və bu evin aboylarını hardasa bir 2 il əvvəl dəyişmişdik. Və artıq hər yeri cırdılar. Ona görə qətiyyən aboy seçməməkdə yana olduq heç bir yerə. Çünki bilirik ki, yəni uşaqların otağı olsa belə öz otaqlarını deyək kraska eləyiriksə, başqa bir otağa da yenə düşəsidilər, girəsidilər, eləyəsidilər, yenə cırasıdilər, eləyəsidilər. Ona görə qətiyyən aboy peşinə düşmədik. Yəni qətiyyən heç aboy yerinə əsla göz belə gəzdirmədik, belə deyim. Boya seçərkən xüsusilə 70 və bütün kriteriyalarımız saymışam hər mağazada. Yuyula bilən olsun, sililə bilən olsun. Bəzi belə kimyəvi maddələrlə yox da adi su ilə belə yuyulanda rahat bir şəkildə çıxa bilən olsun. Hətta bizim aldığımız boyanın adını hal-hazırda bilmirəm dəqiq. Əgər maraqlı olsa ondan soruşub yaza bilərəm. Kimsə istəsə yorumlarda yazasınız. Hətta belə adi dəsmalla belə silinəndə gedən bir şey olsun istədim. Çünki məlum 3 dənə uşaq olan evdir. İkdə bir əllərinə qələm alasılar, sabahda məktəbə gedəsilər. Hamısı istər-istəməz dərslərə yazasılar. Yəni bilirəm də mən özüm də eləmişəm balacıma. Yeri yazmaq, cırmaq, təhmaq. Obşim, uşaq olan evə düşünürəm ki, kraska daha yaxşıdır. Və belə yuyula bilən dediyim kimi ona əsla yəni yan ötməyin. Mən bu evin buranı, bu aboyu alanda hansı ağılla silinə bilməyən aboy almışam bilmirəm. Yəqin ki, hiss edirsiniz izləri, o da ruçka izləri qalxdı. O ötüb keçir hər dəfə siləm. Nə ilə ağlınıza gəlsə hər şeylə silmişəm. Oca da içinə işləyik də qədər silmişəm ki, getmir qətiyə. Ona görə ən birinci maddə bu olsun deyək ki, yadınızdan çıxmasın. Yerimi dəyişəsi oldum çünki Ayda xanım məndən ayrılmaq istəmir. Əslində düşünmüşdüm ki, Aydan yatanda danışaram. Ayda da sağ olsun yatmaq fikri yoxdur. Gündə 2 dəfə yatır. 11 aylıq uşaqsa get bir 5-6 saat yat. Gündə 2 dəfə yatır, yarım saat. Всё. Hər nəysə. Deməli gələk mətbəxə. Bu mətbəxdə tənsəvvür mən paylaşmışdım ki, polkalar istəyirəm və izləyicimin yazmağı sonucunda mən o fikrimi dəyişdim. Dedi ki, işte kuxnada istər-istəməz yağ olur, toz olur və üst tərəflərə çıxdığına görə polkanın bir ləğv elədim. Amma digər bir polka yəqin ki olasıdır, çünki o lazımlıdır. Amma bizim sadəcə bir hissə başdan başa şkaf olasıdır. Ona görə də yəni yarıya qədər yox da pataloqa dirənmiş bir şəkildə olasıdır. Sizə də məsləhətim odur ki,
yəni üst hissəsini açıq saxlamayın mətbəxin. Yenə də o xanımın dediyi kimi də belə yağlar istər-istəməz qalxır, ora hopur və təmizləməsi də çox çətin olur həqiqətən. Yəni əlavə işdir. Ona görə də patologdan eləsəz daha yaxşı olar. Həm evi daha hündür göstərir, belə bu şəkildə düz kəsimlər, həm də ki, dediyim kimi bu yağ məsələsinə görə. Daha sonra bu mətbəx dəzgahı ilə divar arasına axı sən mənim qamamda oynayırsan, yoxsa durur. Mənim fikrimi qarışır, bilməm nə danışıram. Yerəcə düşürcü. Bu divara vururlar, yəni kafel vurur çox adam başqa bir materialdan bir şeylər vurur. Məsələn, bizim mətbəxdəki hal-hazırda kafel də ölüb, bilməm nə materialda adlarını bilmirəm, hamısı nə yalan deyir. Amma çox adam da belə xırda daşlardan alır, vurur. Düzü, mən də xırda daşlardan istəyirdim, fərqli rənglərdə, yəni ağ tonlarda da, amma fərqli belə parlaq bir şeylər istəyirdim. Sonra baxdım, oxudum, internetdə gəzindim və 90% adam dedi ki, çox kullanışsızdır və xüsusilə o yemək pişirmə hissəsində o aralar ki olur. Aralar çox çətin təmizlənir. Yəni çətin təmizlənmir də, təmizlənir, amma yenə də sənin biraz vaxtı alır, nətər deyirlər. Çünki bir var istər-istəməz düz bir zəmini təmizləyəsən, bir də var çıxışları, qırıntıları olan bir zəmini təmizləyəsən. Ona görə biz də düz bir şeylər seçmək qərarına gəldik. Və mətbəxi hələ ki elətdirməmişik, amma mənim fikrimdə olan nədir? Ağ rəngi seçmək. Və çox adam deyir ki, ağ rəng pisdir, ağ rəng çox ləkə qoyur, əlində əysinə gəzəsən falan filan. Amma məncə tamam əksinədir. Niyə görə? Çünki bizdə mətbəxdə hal-hazırda ağdır, üst hissə, alt hissə, üst hissə parıltılıdır, onu da qeyd edeyim. Alt hissə matdır və bənövşəyi rəngdədir. Bu alt hissə məni habura yığdı. Həqiqətən. Yəni sildin, təmizlədin. Zaten sulu dəsmalla normal bir şəkildə silinmir. Özünü fıs-fıs ilə silməlisən. Fıs-fısla sildin, təmizlədim, qutardım deyirsən. Qapını örtüm deyəndə əli o izə uca düşür ora. Mat ona görə qətiyyən fikrim yoxdur seçmək. Yarı mat deyə polumatovo deyə bir şey var. Bəlkə onu seçərəm. Amma tam olaraq mat 100% seçməyəcəyimə əminəm. Və dediyim kimi tünd rənglər daha çox ləkə göstərir, daha çox bildirir. Nəinki ağ. Ona görə də ağ və yaxud seri ola bilər və yaxud skuşonki çox anqapmaq istəmirəm də. Ola bilsin ki, skuşonki deyə düşünürəm o rəngdə. Elətdirərəm. Və bu evi hazırlayarkən başda bu elektrik işlərini görəndə mənim bir neçə istəyim var idi həqiqətən. Belə internetə baxırdım, Pinterestdən, YouTubedan maraqlı şeylər var idi və düşünürdüm ki, mən də bunlardan istəyirəm. Məsələn, onlardan biri nədir? Hamam otağında deyək ki də şkafın içərisində bu indi şəklini buralara bir yerlərə qoyaram nə demək istəyirəm. Şkafın içərisində belə tok keçirilən yerlər olur, rahat olsun deyə falan filan. Onu biz usta ilə danışdıq. Elektrik ustası ilə Azərbaycanlı idi deyə belə rahat bir şəkildə başa sala bilirdim. Və o dedi ki, məsləhətli deyil. Yəni belə bir şeylər görünüş olaraq tamam səliqəli görsənir, amma kullanışlı deyil həqiqətən. Sonra mən də düşündüm ki, sən burada deyək elektrik yeri qoydun, sonra o şkafı yığdıranda, o şkafı yığdırmaqdan ötürü əlavə bir yerlər açmalısan. Dizaynerlə işləsən yenə deyək ki, bir yeri var ki, o saat hər şeyin santimetrini rahat bir şəkildə deyəsidir, eləyəsidir. Amma yox, dizaynerlə işləmirsiniz, özünüz eləyirsiniz hər şeyi. Bu çox çətin olasıdır. Bunu da mən hal-hazırda başa düşmüşəm. Evin bütün şkaflar hara qoyulasıdır, neçə santimetr olasıdır, hündürlüyü, eni, genişliyi, nə bilim paltarlar haradan asılasıdır, prixojanın girişin şkafında neçə göz olasıdır, neçə santimetr hündürlüyündə, enində, genişliyində olasıdığını təhbətək əlimlə ikidə bir yaz sil eləyə o qədər yorulmuşam ki, şükür eləyirəm ki, hal-hazırda yaxşıca o şkafın içi deşilsin, oradan tok keçirilsin şkafın içərisinə. Yaxşı ki eləməmişim, həqiqətən çox sevindim buna görə. Yəni çıxart toku tax oradan olmaz. Dədə babamız həmişə nətər eləyir, dədə babalarımız. Sən də elə, yəni çox vacib bir şey deyil. Vaxt itkisidir, nə bilim, iş itkisidir, biraz əsəb itkisidir, ona qatım. Belə bir şeylər çox kullanışsızdır həqiqətən. Siz də eləməyin, məndən olsa. Sırı ilə yadıma düşdüyünə görə oradan ona keçirəm. Mətbəxdə, mətbəx üstü rozetkalar.
Dəzgah üstü rozetkalar. Moda düşüddü. Mən də onu istəyirdim. Yenə elektriklə danışdıq, Pünhanla da tutduq, söhbətləşdik və belə qərara gəldik ki, bu çox kullanışsızdır. Həqiqətən çox yerdə də oxudum. Şəklini qoyaram buralara bir yerlərə nədən danışdığımı. Və bu qərara gəldim ki, yəni mətbəx elə bir yerdir ki, istər-istəməz sən orada işləyirsən, davamlı olaraq yəni mətbəxdəsənsə, əgər girim mətbəxdə oturum söhbət eləmirsən, nəsə bir iş görməkdən ötürü deyirsən, nəsə bir təmizləməkdən ötürü, bişirməkdən ötürü, yəni sürəkli bir qaynama halında olur mətbəx deyək. Və istər-istəməz sənin əlindən su tökülür, nə bilim, nəsə bir yemək daşır, bir şeylər baş verir də, əlindən nəsə düşmə, dağılma, tökülmə ehtimalı daha çoxdur. Məsələn, yataq otağına nisbətən deyək də. Və ona görə də əgər sən dəzgahın üstündə o toku qoysansa və onun üstünə bir şeylər tökülürsə, bitdi. Məncə bundan daha aydın bir açıqlama ola bilməzdi heç bir internet saytında zaten. Və həmçinin bu rozetkanın yanına mən nəyi calayıram? Eyni ilə dəzgah üstü bu havalandırma hissələri, vıtyaşka deyirlər. Ruslar o göydən asırsan, basırsan vıjjir, iyi falan alır da. Mətbəxdə yemək hazırlayır. Qoyaram onu da şişdim. Onların üst şkaflar olmayasıdsa və yaxud istəmisənsə qoydurmaq. Onlardan ötürü, yəni o yemək bişirən panelin ətrafında, böyründə, başında, ortasında elə bir vıtyaşka yerləri var. Onu da şəkilini qoyaram. Onlardan var ki, onlardan da istifadə eləmək olar. Qiyməti aşırı bahadır. Məsələn, adi vıtyaşkaların qiyməti deyək 15 mindirsə, bunun qiyməti 115 mindir. Yəni o qədər fərq var. Görünüş olaraq estetikdir, görünüş olaraq çox qəşəngdir. Amma yenə də dediyim kimi, sən orada yemək bişirsən, yeməyin daşıma ehtimalı var. Yəni nə qədər də mən yeməyimi daşdırmıram, nağarmıram, sən də o, yəni illə bir təbə ən azından düşünürəm ki, kimisə yeməyi daşır. Və daşanda bilmirəm də o haracıyır. Əslində biz qiymətinə görə vaz keçdik də, belə düzün deyə salsam. Amma düşünəndə o ilə özümə təskinlik verirəm ki, bitdən daha sonra düşsəm, nə olasıdır. Siz də özünüzə bu şəkildə təsəlli verə bilərsiniz. Daha sonra işıq söhbətlərinə gələk. Biz işıq çox yerdə demək olar spot eləyəsi yox, adi şəkildə taxılan işıqlardan, amma mətbəxdə və yaxud şkaf, şpanel olan yerlərdə buna diqqət eləmək lazımdır. Məsələn, bizim pirxojamızda şkaf qapısı düz istəyirdim. Dediyim kimi, düz qapı, yəni kəsintisi, araları kəsintili olmayan qapı evi daha hündür göstərir. Nəinki kəsintiləri çox olan qapı. Ona görə də bütün şkafları demək olar düz qapı istəyirəm. Heç bir kəsintisiz. Açandan sonra içərilərdə hissələr olsun, o qədər. Amma bizim pirxojada o eləmək olmur. Çünki niyə yuxarıda işıq var və qapı açılana məşət eləyir. Yəni nə qədər spot da olsa, istər-istəməz 2-3 sm. Əslində şkafın başından bir 5 sm yer buraxmaq olar da, prostunu da buraxmaq istəmirik deyə. Ona görə şkafın üst hissəsini belə bir 50 sm-lik kəsəsi yox, yuxarı doğru açılsın deyə bu işıq konusuna çox diqqət eləmək lazımdır. Çünki internetdə falan da yəqin ki, rəsuza çıxmamış deyil. Yəni mətbəxə hazırlayırlar, qutarırlar, eləyirlər. Baxsan ki, qapını açmaq istəyəndə qapısı açılmır işığa görə. O şeylərə diqqət eləyin və bizdə bəzi yerlərdə bir neçə otaqda, hamısında yox, bir neçə otaqda liniyalar var, işıq xəttləri. Onu da şəklini qoyaram bura. O işıq xəttlərini bizə məsləhət gördülər ki, bir var tam içəridən oturan, bir də var çöl hissəsinə əlavə eləyirlər və onu dəyişmək daha rahat olur. Yəni sənin işığın tamam yanmır, elə işıqlar hər yerin içdə bir partlamır, yanmır. Amma istər-istəməz, yəni 1 ildən, 3 ildən, 5 ildən, bilmirəm nə qədər müddətdən dəyişmək lazım olanda sən onu dəyişməkdən ötürü gərək, əgər patolog, natiyajlı patologdursa, onu sökəsən. Başqa bir çarən qalmır. Ona görə də üstdən keçirənlər daha əlverişlidir ki, sənin patologu yığandan sonra üstdən keçirirlər. Əgər işıq hissəsi dəyişilməli olsa, sadəcə işıq liniyasını çıxartsan və yenisini rahatlıqla taxa bilsən. Bunu da mən yeni öyrənmişəm. Ona görə sizlə bölüşmək istədim. İndi dəbdə demək olar bu xəttlər, işıq xəttləri. Ona görə dedim sizlə də qoyub bölüşüm. Belə hər yerdən az məlumatımız var. Çünki hər qabağımıza adam çıxdıqca və yaxud istərsəmiz etap bu işlərin hamısı olasıdır deyə. Əvvəldən yəni soruşuruq, maraqlanırıq, nə tər olan şeydir, nə tər olmalıdır, olmamalıdır. Ona görə dediyim kimi hər şeydən biraz az məlumatım var. İndi keçək fasada. Mən fasadda istəyirdim ki, bir hissə, sadəcə bir hissə
bizdə pəncərələrin altında. Təbii ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında qalan hissəni mən istəyirdim dekorativ daşlar elətdirmək. Pünhan da razılaşmışdım. Amma getdi, maraqlandı, öyrəndi. Gəldi ki, bəs bu dekorativ daşların arasına zaman-zaman, yəni yenə dediyim kimi indi yox, 3-5 aya yox, bir 5 ilə, 10 ilə, 15 ilə deyək. Sən o dekorativ daşları düzürsən, biz Rusiyada yaşadığımıza görə ikide bir qar yağır, biz ilin 10 ayı qar yağır. Və o dekorativ daşlar düzüldükdən sonra istər-istəməz bir 2 sm qabağa çıxır o hissə, pəncərə altı. Və qar yağanda gəlir, ora yığılır qar. Və sən o təmizləməsənsə, kimdir yəni evin üstündən qar təmizləyir ikide bir. Evin böyründən üstündən də yox. Qar yığılır və əriyir, zaman-zaman oradan içərilərə doğru sızmağa başlayır və dediyim kimi bir neçə illərdən sonra evdə artıq evin içərisində porlanmalar baş verməyə başlayır. Nəmlənmə, nəmişlənmə baş verir. Ona görə də bunu da siyahımızdan çıxartdıq. Çox təəssüf hissi ilə həqiqətən. Çünki çox istəyirdim. Orada bir neçə dənə evdə var idi, xoşuma gəlmişdi. Mən də istəyirdim elə, amma Pünhan deyir ki, bəs belədir. Demək işte olmaz, bu da getsin. Bu da getdi. Bizim an etibarıyla hal-hazırda olan bir problemimiz var. O da nədən ibarətdir? Plənkən qırağı. Plənkən qırağını canı gönüldən ayna olmağını istəyirəm. Üst hissələri təbii ki açıq bir ayna yox, taxtadan. Üst hissələri taxta olasıdır, amma kənarları ayna olasıdır. Amma mənim 3 uşağım var. Dəmir qoyası olsaq, dəmir istədiyim formada qoymaq alınmır. Çünki dəmir ustası da dedi ki, bəs hər plənkəndə bir dənə basamaqda, hər basamaqda bir dənə dəmir çıxsa, istər-istəməz ora silinir, təmizlənir, nəsə su dəyir. O zamanla başlayır paslanmağa. Ona görə də bizə məsləhət gördü ki, 3-4 basamaqdan bir qoysun. İndi onu da şəşliyim qoyaram, nətəri eləsin. Mən dediyim nətəri idi, usta dediyi nətəri oldu, onu da şəşliyim qoyaram. Belə olsa məsləhətdir, dedi. O da mənim xoşuma gəlmir. Nə yalan deyim. Belə keçmiş binalardakına oxşadıram. Ona görə qəlbim qalxdı o aynada. Uşaqlardan da arxayında öləm. Amma prosta aynaların da o fərqi var ki, ayna ustası da gəlmişdi. Bütün ustaları yığmışıq, amma bütün ustalar bir-birinə qarışdı həqiqətən. Ayna ustası da gəlmişdi və aynaların növləri var. İşte bir şey olan kimi kırılan ayna, bir şey olan kimi kırılıp tökülən ayna, bir şey olan kimi kırılıp tökülməyən ayna. Mən düşünürəm ki, bərk olaraq tamam bərk olur. Bir şey dəyən kimi zaten kırılmır o. Gərək böyük bir, möhkəm bir zərbə olsun. Və möhkəm bir zərbə olsa, qırılsa belə o gərək tökülməsin. Çünki dediyim kimi təhlükəlidir. Yəni ən bed ayağında da tədiyirlər onu eləyəsi yox. Çünki həqiqətən mən aynadan istəyirəm. Evimizdə çox hissələr demək olar aynalıdır və düşünürəm ki, ora dəmirdən bir şey əlavə eləyib korlamaq istəmirəm evin görüntüsünü. Tədiyirlər uşaqlarda böyüyürlər yavaş-yavaş, böyüyüb getsinlər su toxumağa xaricdə. Aynen qırmasalar nə olar ki? Bu şəkildə özümə təsəlli verirəm bəzi konularda həqiqətən. Can gülür məndən də. Şifata kullanalım senin gülen şifata. Aslında geçek gülsen sen. Aslında ne geçek gülür. Oy ayağa durur bu da. Sen gəzmək istəyirsən. Ayda xanım gəzmək istəyir. Əlini buraxıb durur. Böyünə qədər rekord göstəricimiz 2 addımdır. 2 addım atıbdı. Ondan sonra qorxur ama. Balaca da hələ deyir. Yaşım bitməkdi. Mən sonra gəzdirmək istəyirsən. Da? Böyle aynen kırma aynı da yaxşı aynı diye aynen kırma. Tıkıvarıymış. Tıkıvarıymış. De. Bu arada ötən səfər getmiş və qonaq getmişdik Pünha sinif yoldaşı ilə. Plənkənləri var idi. Ayda plənkən qalxmağa öyrənir. Düşənmi? Düşəndə biraz çatırtıq çəkdi amma qalxmağa öyrənirdi. De? Hı? Prosta biz yəni evə tez köçə bilsək. Əgər zaten plənkənlərin qabağını bağlayan belə şeylər olur da. Nə deyirlər? Yarı divar kimi dəmirdən bir şeylər olur və bağlıysan uşaqlar açıb keçib o tərəf bu tərəfə keçəmirlər. Yəni əgər köçə bilsək dediyim kimi bu il inşallah onlardan almaq fikrimiz var. Belə məncə hələ ki olanları dedim.
düşünürəm ki, belə yavaş-yavaş zaman nə barədəsə bir məlumatım olanda bu şəkildə sizə danışım. Sizə də məlumat verim, bilmək istəyənlərdən ötürü, maraqlananlardan ötürü. Bir neçə gün sonra işıq baxmağa cəhəsi yox, listuru falan baxası yox. Və dediyim ki, bu şifanelləri həll etmək lazımdır. Şifanellər mənə bura yığıtdı. Şifanelləri yiyib qutarmışam demək olar. Əsas məsələ qalxdı mətbəx şkafının içərisi nə harda olsun deyə. Onu da bilirsiniz də, yəni elə bir alan olmalıdır ki, sən mətbəxdə ilk də bir yeri dəyişməyəsən. Məsələn, yemək bişirdiyin yerdə qaz deyək. Bizdə qaz deyil də işıqdan olasıdır, panel olasıdır. Deyək ki, qaz olan yerdə gərək alt hissəsində olsun sənin qazanların, pripravaların və yaxud qab yuyanın yanında olsun gərək boşqab qoyan yerlər ki, oradan çıxarıb rahat bir şəkildə düzmək də, bütün kuxna quruqlamamaq. Ona görə bu şeyləri də oxuyuram. Ümumiyyətlə hər şeyi oxuyuram həqiqətən. O qədər şey oxuyuram, o qədər şey yazıram, pozuram ki, uca da həqiqətən nəfəs alma vaxtım yoxdur o dərəcə. Üstəlik uşaqların bağçaları, həkimləri, nə bilim, milyonların şey çıxır. Xəstəlikləri ikide bir ayda ötən səbəb bir dənə hukka vermişdi. Danışmaq fikrim yoxdur da danışa belə biləsi şeydə deyiləm yəni. Ürəyim gəlmir danışmağa belə vallahi. Gündə bir dənə hukka çıxardılar o film körpə uşaqlar da, böyüklər də fərqi yoxdur. Belə danışdım, yoruldum. Ağlımda milyonlar şey var hal-hazırda. İndi yadıma düşdü şu aydan, günü yaxınlaşır, aydan, günü şort yəqin ki özümü hazırlayıram yenə. Ona aid bir neçə problemim var yenə. Yadıma düşdü. Hər nəysə video tamamlayım. Onu fikirləşib indi də. Fikirləşəcəyim şeyləri qutarmadan üstünə əlavə gəlir hər dəfə bir şeylər. Sonra da şikayət edirsiniz ki, yorumlara cavab yazmırsınız. Sadəcə mən bütün yorumlara cavab yazıram dostlar. Həqiqətən vaxt olduqca. Bir də bəzi yorumlar var ki, belə uzundursa bir şeyləri soruşurlarsa, nəsə bir məlumat verməliyəmsə, o yorumları axıra saxlayıram ki, rahat bir vaxt tapım, normal bir şəkildə fikrimi ifadə edə bilərəkdən cavab yazım. Bax, hal-hazırda yorumun biri də yadıma düşdü. Bu barədə gələn videoda danışaram. Çünki bu video çox uzun oldu. Həqiqətən çox danışdım. Bəsdir. Ötən səfər bir nəfər də yazmışdı. Videolar az izləyirsiniz, qəşəngdir dəqiqə olaraq. Ona görə uzatmayacağam. Bu video qoy evə aid olsun. Gələn videolarda digər söhbətlər barədə danışırıq yenə. Hər nəysə, sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm video sizdən ötürü faydalı olmuşdur. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik. Abunə olmayanlar kanala abunə olsun və bu yuxarıda zəng işarəsi var. O işarəyə bassaz əgər mən video işləyəndə sizə bildiriş eləsin ki, bəs Ulyamasin video işlədi. Gəlin baxın sizdə. Belə, sağ olun, özünüzə yaxşı baxın.